Salam balaca birincilər, hər birinizi kanalımda xoş gördük. Bugün biz sizinlə 1-ci sinif Azərbaycan dili dərsliyinin 2-ci hissəsində olan yeni bir fəsli işləyəcəyik. Bu fəsildə biz vətənimizi daha yaxından tanıyacağıq. Uşaqlar, Azərbaycanın hansı bölgəsində doğulmusunuz və həmin bölgə əsasən nə ilə məşhurdur? Bunu mənimlə bölürsəniz çox sevinərəm. İndi isə gəlin keçək dərsliyimizdə verilmiş şəkilə və Azərbaycanın bölgələri haqqında danışaq. Bu şəkil Azərbaycanın xəritəsidir. Gördüyünüz kimi, yəqin ki, bunu hər bir uşaq bilir. Xəritədə Azərbaycanın müxtəlif bölgələri göstərilib və hər bölgənin nə ilə məşhur olduğu şəkillərlə təsvir edilir. Xəritənin yuxarı hissəsində Qazax bölgəsi göstərilir. Burada saz şəkli var gördüyünüz kimi. Bu isə onu bildirir ki, Qazax bölgəsinin saz və aşıq sənəti ilə məşhur olduğunu bildirir. Şəmkir bölgəsi isə Şəmkir üzüm ilə təsvir olunub. Bu isə Şəmkirin üzüm bağları ilə tanındığını göstərir. Gəncə şəhərində Nizami məqbərəsi göstərilib. Bu abidə Böyük Azərbaycan şairi Nizami Gəncəvinin xatirəsinə tikilib. Göygöl bölgəsində göl təsvir olunub. Bu, Azərbaycanın gözəl göllərindən biri olan Göygölü göstərir. Sonra bu tərəfə baxırıq yuxarı. Burada Quba bölgəsində alma şəkli var. Quba Azərbaycanın ən məşhur alma yetişdirən bölgələrindən biridir. Şamaxı bölgəsində rəsədxana göstərilib. Şamaxıda böyük astrofizika rəsədxanası yerləşir. Göyçay bölgəsində isə gördüyünüz kimi nə var? Nar təsvir olunub. Və Göyçay narı həqiqətən çox məşhurdur və burada hər il nar festivalı keçirilir. Gördüyünüz kimi Ağdam bölgəsində isə at şəkli var. Bu bölgə Qarabağ atları ilə tanınır. Şuşa şəhərində isə Azərbaycanın nəyi var? Mədəniyyət paytaxtı hesab olunur. Və Qarabağın ən gözəl şəhərlərindən biridir Şuşa. İmişli bölgəsi var burada. İmişli bölgəsində biz pambıq görürük. Bu bölgə pambıqçılıq ilə inkişaf edib. Sonra Sabirabad bölgəsində isə nə görürük? Qarpız şəkli var. Sabirabad qarpızları ilə məşhurdur. Salyan bölgəsində isə balıq təsvir olunur. Bu, Xəzər dənizi və balıqçılıqla bağlıdır. Lənkəran bölgəsində isə sitrus meyvələri, limon, portağal göstərilib. Lənkəran subtropik iqlimə malikdir uşaqlar və bu meyvələr burada çox yetişir. Cəbrayıl bölgəsində isə Xudafərin körpüsü təsvir edilib. Bu körpü tarixi abidədir. Burada isə Naxçıvan var və Naxçıvanın Ordubad şəhəri var. Gördüyünüz kimi burada artıq meyvələr göstərilib, quru meyvələrdir. Ordubad bağlar və meyvələrlə məşhurdur. Bakının özündə isə, gəldik Bakıya, Bakının özündə isə nə var? Qız qalası var. Və bu Qız qalası və bir də həmçinin burada neft buruqları təsvir olunub. Bakı Azərbaycanın paytaxtıdır və neft sənayesi ilə məşhurdur. Bu xəritə bizə göstərir ki, Azərbaycanın hər bölgəsinin özünə məxsus bir faydalı, belə deyək, faydalı və dünya səviyyəsində Azərbaycanın tanınan nemətləri var. Bugün biz sizinlə Azərbaycan şeirini öyrənirik. Gəlin oxuyaq. Gəzdim sənin çöllərini, oba-oba, oymaq-oymaq. Nə gözəldir qoynun sənin, ana torpaq, ana torpaq. Astarada, Lənkəranda, limonların rəngi sarı, süfrələrin bəzəyidir, göy çayımın qızıl narı. Quba, qusar, gözəl xaçmaz, xatırladır ilk baharı. Bağlarının şöhrətidir, gül yanaqlı almaları. Çıxdım Şuşa yaylağına, çeşmələrdə gözüm qaldı. İndim İsa bulağına, cığırlarda izim qaldı. Müəllifi Xəlil Rıza Ulutürk. Uşaqlar, bizim şeirimizdə hansı bölgələrin adı çəkilib? Siz bunu cavablandıra bilərsiniz. Və burada şair Azərbaycanın müxtəlif cür gözəlliklərindən danışır. Astarda, Lənkəranda sitrus meyvələrinin adları çəkilir. Şuşa yaylağında nəyi görür və burada müxtəlif sualların cavabı var. Siz bunların cavabını verə bilərsiniz. Və bizim burada nəyimiz var? Gördüyünüz kimi söz boğçamız var. Gəlin söz boğçasını sizlə birlikdə işləyək. Oba sözü. Oba, uşaqlar, köçəri insanların yaşadığı kiçik yaşayış yeridir. Çadırdır və ya evlərdən ibarət bir kiçik bir məskəndir. Oymaq da bir tayfa və ya nəsildən ibarət olan insanların bir yerdə yaşadığı bir qrupa oymaq deyirlər. Yaylaq. Yaylağı biz nənələrimizdən çox eşitmişik ki, yay fəslində malqaranı otarmaq üçün gedilən sərin bir dağlıq ərazi olur və həmin yerə yaylaq deyirlər. Şöhrət isə insanın şöhrət qazanmağı, yəni yaxşı ad qazanmağıdır, məşhur olmağıdır, tanınmağıdır. Cığır da insanların və yaxud da heyvanların gedib gəldiyi kiçik bir dar yoldur. Yəni ayaq izindən yaranmış kiçik dar bir yoldur. Çeşmə də yerdən çıxan təmiz su mənbəyidir. Yerdən qaynayıb çıxır, bulaq deyirlər, çeşmə deyirlər. İndi keçək dərsimizdə olan C tapşırığına.
C tapşırığında bizə deyir ki, şeirdə hansı meyvanın adı çəkilmir. Gördüyünüz kimi burada biz görürük ki, baxın, Astarda Lənkəranda limon adı çəkilir. Quba Xaçmazda alman adı çəkilir. Göyçayın narın adı çəkilir, amma üzümün adı şeirdə çəkilmir. Xəritədə var. Şəmkirdə biz bu barədə danışdıq, amma şeirimizdə bunun adı yoxdur. Şeirdən yer adlarını seçin, onların ilk hərfinə diqqət edin. Və biz nə etməliyik? Dəftərimizdə onları əlifba sırası ilə yazmalıyıq. Bizim şeirimizə gəlin baxaq. Burada əvvəlcə adları qeyd edək özümüz üçün. Astaran adı var, Lənkəran adı var, Göyçayın adı var, Quba, Qusar, Xaçmaz. Sonra nə var? Şuşa var. Yer adları bunlardır. Yer adlarını qeyd edirik və sonra isə nə etməliyik? Biz bunları ardıcıllıqla yazmalıyıq. Hansı ardıcıllıq? Əlifba sırası ilə. Mən buradan yazacağım uşaqlar. Baxın, yazıram bura Ç. Ç tapşırığını yazıram burada. Çünki burada yeri yoxdur. Birinci A hərfidən əlifba başladığına görə biz burada birinci astaranı yazmalıyıq. Yazırıq A sırası, dəftərinizdə qeyd edin. İkinci əlifba sırasına uyğun olaraq B ilə yoxdur. Gəlirik Göyçay yazırıq. Sonra X hərfinə Xaçmaz var idi orada. Xaçmazı qeyd edirik. Xaçmazdan sonra Quba, əlifba sırasına uyğun. Sonra Qusar, Xaçmaz, Quba, Qusar. Sonra Lənkəranla Şuşa qalmışdı. Lənkəran və sonda əlifbanın sonunda Ş hərfi olur. Sonlarına yaxın daha doğrusu. Lənkəran, vergül, Şuşa. Şuşa isə ən sonda gələn yer adıdır. Burada bizə dil qaydası verib öyrənmə hissəsində. Gördüyünüz kimi yer adlarının yazılışıdır. Bizim dilimizdə elə sözlər var ki, yer mənasını bildirir. Məsələn, şəhər, dağ, göl, yerləri bir-birinə fərqləndirmək üçün onlara xüsusi ad verilir. Məsələn, şəhərdir, amma Bakı şəhəri artıq xüsusi isim olur. Xüsusi ad olur. Dağlar çoxdur, dağ sözü ilə işlənir, amma Kəpəz dağı artıq xüsusi ada çevrilir. Göllər var, burada Göygöl. Belə adların uşaq ilk hərfi həmişə böyük hərflə yazır. Biz bunları artıq sizinlə keçmişik. Bilirik ki, yer adları, çay adları, göl adları böyük hərflə yazılır. Əgər cümlənin ortasında 1, 2 və yaxud da daha artıq yer adı, göl adı, çay adı gələrsə, biz mütləq şəkildə yenə də onu böyük hərflə yazmalıyıq. Fərqi yoxdur, harda gəlir. Keçək D tapşırığına. Burada bizə deyir ki, Azərbaycan şeirinə əsasən mavi rəngli boşluqlara yer adları əlavə etmək cümlələrə köçürün. Bunu bayaq dedik, yenə təkrar edirəm. Yer adları olduğunu bizə dediyinə görə mütləq şəkildə böyük hərflə yazmağa diqqət edirsiniz. Yəni, çalışın hərf səhvi eləməyin. Astara ilə burada hansı bölgəmizin adını çəkmişdi limonda, Astara ilə Lənkəran adını çəkmişdi. Bura mən çalışacağım. Qeyd edeyim. Lənkəran. Sonra narın vətəni hara idi? Şeirimizdə də var, Göyçay. Siz səliqəli yerləşdirin. Mən kitabı üzərində yazıram. Siz amma dəftərinizə köçürəcəksiniz deyə sizdə hər halda daha səliqəli olacaq. İsa bulağı harda yerləşirdi? Şuşa yaylağında yazırıq bura. Şuşa şeirimizdə də var. Üçüncü. Quba, Qusar və Xaçmaz idi ki, öz almaları ilə məşhur idi. Bura birinci yazacaqsınız Qusar. Vergül qoyandan sonra Xaçmaz yazacaqsınız. Mən altdan yazıram, siz amma bunları qarşı-qarşıya yazmalısınız. Almaları ilə şöhrət qazanıb. Cümləmiz belə idi. Sonra isə E tapşırığı uşaqlar sərbəst işdir. Niyə sərbəst işdir? Çünki burada bizim sırf özümüzün yaşadığımız yerlə bağlı təqdimat hazırlamağımızı istəyir. Məsələn, belə bir nümunə deyə bilərəm ki, bir A4 vərəqi götürərsiniz, orada yaşadığınız yeri Bakı şəhəri olduğunu qeyd edə bilərsiniz. Bakı şəhərində uşaqlar əsasən nə var? Çay, göl, dağ varmı? 4 dənə sual əsasında yazırıq. Çay deməzdik, Xəzər dənizi yazardıq ki, Xəzər dənizi var. Və bu yerdə hansı abidələr var? Azərbaycanın adi internet resurslarına girib orada bir dənə balaca araşdırma versəniz, görərsiniz ki, bizim Azərbaycanın, elə Bakının özündə, məsələn, Bakıdan yazırsınızsa, Bakıda məsələn Xəzər dənizi var. Abidə olaraq hamımızın tanıdığımız Qız qalasını göstərə bilərsiniz. Hansı məhsulu ilə məşhur təbii ki, ağ qızılı və qara qızılı qeyd edə bilərsiniz. Ağ qızılı onun pambığı, qara qızılı neftidir. Bu formada qeyd edə bilərsiniz. Yaşadığınız yerin tanınmış şəxsləri kimlərdir? Belə deyək də, biri var əvvəlki dahilərdən yazsaq, bir də var ki, bu dərs bugünkü günümüzə əsaslanıb deyə, sizin özünüz yaşadığınız yerdə hər hansısa bir tanıdığınız, yəni insanlardan seçilən, hər kəsin tanıdığı bir insan varsa, belə bir şəxs varsa, onun adını orada qeyd edə bilərsiniz.
Növbəti dərs, yeni dərs, onun izahını bu iş dəftərinin izahından sonra verəcəm. Kanalıma yerləşdirəcəm videonu və bunun ardınca da iş dəftərinin izahında, üstündə izahını verəcəm. Sonrası yenidən dərsliyimizə qayıdacaq. Ümid edirəm sizin üçün yararlı olur uşaqlar. Hələlik.